Elə sevinirəm ki, görəndə kimsə ev alıb. Xüsusən daha çox sevinirəm ki, görəndə kimsə həyət ev alıb. Lap köhnəsini alıb, ev yoxdur. Onu düzəldir, onu rəngləyir, hazırlayır. TikTokda da çox vaxt onları izləyirəm. Elə sevinirəm ki, birinin həyatında uğuru var. Kimisə toy sədasına çox sevinirəm. Kimisə malın üstə mal gələndə çox sevinirəm. Yeni paltar geyinənləri görəndə çox sevinirəm. O el misalı var, qonşunu deyir, 2 inəkli, istə ki, özün də 1 inəkli olasan. Mən xasiyyətimdən biri bilirsiniz nədir? Lazım oldu, olmadı, gedib qonşudan nəsə istəyirəm. Nə bilim, ağlınıza gələrmi, nə kartofdan, soğandan, nə əncirdən, nəyin var? Ver. Niyə istəyirəm, bilirsiniz? Sabah onun da üzü gəlsin məndən bir şey istəməyə. Nəsə istəməyə üzü gəlsin. Qonşuluğun möhkəmlənməyi üçün çox sevincli oluram. Xoşbəxt insan görəndə sevinirəm. Allah haqqı çox sevinirəm. Və bəzi insanlar var ki, biraz onları pul havalı eləyir, danışığından bilirsən də ki, bu qazı bunun qazı deyil. Pulun qazıdır bunda. O pulu ondan alanda heç kim olur da yəni. Amma elə insanlar da var ki, pulun olduğu ilə olmadığı bilinmir. Var ya yoxdur bilinmir. Çünki stoyka var da, duruş var. O imkan vermir bilsinlər bu kasıbdır yoxsa varlı. Qürurlu duruş vacibdir də. O pul gücünə ki belə qazdananlar var, bəziləri heç kimi saymır, ağzına gələn danışır. Onların da hamısının saymadıkları yerdən vurulduğunu görəndə sevinirəm, yalan deməyim. Deyirəm ki, əkdiyini buldun. Nə eləmişdin, onu tapdın. Söhbət hardan hara gəldi bilmirəm. Demək ki, bəzən insan birinin uğursuzluğuna da sevinir. Çünki uğur qazanmaq üçün çox adamı uğursuzluğa məruz qoyan insanlar da var. Bax, onların uğursuzluğuna sevinirəm.